Salamlar dostlar. Bu günlər sizlərlə birlikdə Stitch Command Part oynayacağıq. Uşaqlar, bu günlər fərqli bir kontekstdə qarşınızdayım. Axırıncı və Driving paylaşmışdım. Bu günlər də Stitch Command Party oynayacağım. Uşaqlar, belə videoların davamı üçün kanala abunə olub, videoya da like atmayı unutmayın. O zaman keçək. Uşaqlar, haçandır ki, yəni 2-3 bir həftədir ki, yəni belə nəzərdə tutaq. Bir həftədir ki, FC konteksti paylaşmıram. FC konteksti, yəni FC nədir ola? Əvvəl FC idi, artıq PES-dir. PES konteksti paylaşmamı istəyirsinizsə şəhərlərdə bildirin. O zaman uşaqlar keçək sizə bu oyunu izah eləməyə. Keçim, ay Allah, reklama baxsın. Close. Başa düşdüm. Sağ, go free. Bir dənə çarkı fırlada. İndi yox, bırak. Uşaqlar, bu arada Stitch Command Party oyunu hamınızı işləməyi tövsiyə eləyərəm. 2 nəfərlik oynamaq da olur, ayda. Baxınlar, bu reklamlarda zəhləm gedir də mənim. Bilmirəm niyə zəhləm gedir. Bəli, ifsi neydi? Stitch Command Party-ni yükləmək istəyirsinizsə, məncə tövsiyəli bir oyundur. Dərhal gedib yükləyə bilərsiniz. Bir dəqiqə, değil mi? Bunu türkçə eləyək də. Türkçə dili eləməyə basıram. Görür mənə aparır şeyə. Neydi onun adı? İnternetə. Ha, все. Dili türkçə elədiyi uşaqlar o zaman keçə bilərik. Uşaqlar, burada oyuncu sayısı 4 nəfərlik oynaya bilərsiniz. Lakin mən 1 nəfər olduğum üçün hazırda yəni oynaya biləcəyim heç kim olmadığı üçün 1 nəfər özüm oynayacağım, təkcə oynayacağım. Şampiyonluğu burada botlarla oynaya bilərik. Sizə bu oyunda ay qaldır. Bir dəqiqə, belə eləyək. Burada sizə ən yaxşı oyunları göstərəcəm. Uşaqlar, burada ən yaxşı oyun futbol. Yəni bu mənə görə tavuğu yakalamaq, füzə savaşı, vahşi batı, sonra balıq tutma, korsan adası, sonra isə nəyə də olmadı? Topları yendi. Bir də ki, bir oyunda qaldı. Burada istəsəniz paintball, istəsəniz kar kavqası, yəni istədiyiniz bir oyun seçə bilərsiniz. Lakin mən ikinci dəfə eyni şeyi seçməyəcəm. Çünki sizə oyunlar, fərqli oyunlar göstərmək istəyirəm. Buna görə də mən elə seçəcəm kar kavqasını. 9 oyun olacaq. 9 oyunda oynayacağıq. Bu arada yanımda sarı ilə oluruq futbolda. Gördüyünüz kimi robotlarla, botlarla oynayırıq. Mən qırmızıyam. İnşallah ki, burada da utarıq biz mavini. Bu maçlardan sonra ayarları göstərəcəm sizə. Burada istədiyiniz karakteri düzəltmə və yaxud da özəlləşdirməni eləyə bilərsiniz. Allah, bırax da sarı, sən məni deyə sıxışdırırsan. Sən mənim komanda yoldaşımsan. Sən mənə gəlib qorumaqdan sıxışdırırsan. Gol! Qaşək! Qolumuzu vurduq. 1-0 öne keçirik. Xal beləliklə oyunlardan qalib gələn 3 xal alır. Birinci olan daha doğrusu. İkinci olan 2 xal. Üçüncü olan 1 xal. Dördüncü olan isə 0 xal alır. Bu 9 oyun nəticəsində xalı ən yüksək olan isə çempion olur. Və gördüyünüz kimi mən sarı ilə qazandım və 3 xalımızı almağı bacardıq. Mavi ilə yaşlı isə bir komandada olduğu üçün, ikisi də məğlub olduğu üçün 0 xal aldılar. O zaman keçək ikinci oyuna. Artıq burada hamı tək olacaq. Tankon oyunudur. Ən sevdiyim xartələrdən düşdü ya. Qaç, ola sarı mənə vurmasın. Çünki botlara uduzanda mən əsəbləşirəm. Bu botlar da ki, bilmirəm mənə nətər vururlar. Sonra başqa oyunları oynamağımı istəyirsinizsə, oyun tövsiyələrinizi hamısını şərhlərdə bildirə bilərsiniz. Ayda mən götürəcəkdim onu, ayda. O daha cəlb gəldi. Mən götürəcəkdim o şans şeyini. O götürdü və məni öldürdü. Məsəl üçün, yəni bu oyunu
2 nəfər olsanız, 3 nəfər olsanız, 4 nəfər olsanız, 4 nəfər, 3 nəfər, 2 nəfər, 3-ün hətta 1 nəfər üçün çox super oyundur. Hamıya tövsiyə edirəm. Bax, burada da bir dənə mənim taktikam var. Gördüyünüz kimi toyuqları onlar qovalayır. Sən gözlüsən sadəcə yerində. Qovalayırlar onlar. Baxın, gözləyin. Gedin qavlayın da la. Bir dənə götürdüm yenə də. Baba qovla. Qovla. Onlar qovlayır, mən götürürəm, amma sarı çox götürür. Bir dənə də götürdüm. Sarıya verməyin. Mən də bir dənə götürdüm. Sarıda çoxdur. Məndə 5 dənədir. Hətta 6 oldu. Sarı ilə eynik. Onu sarıya verməyin. Qəşəng. Sarı ilə mən 1 olduq. Uşaqlar, bu arada qırmızı olan mənəm. Yəni bunu bildirim. Və 8 xala ulaşdım. Mavi 0 qaldı. Yaşıl 3 qaldı və sarı da 9 qaldı. Məndən 1 xal yüksəkdir. Onu keçməyə çalışacağım. Və inşallah ki keçəcəm. Bu da mənim ən sevdiyim oyunlardan biridir. Burada çox möhtəşəm oynayıram mən. Bir dənə belə olmadı. Bir dənə belə tutuzdurdum birinə. Buna bax, hamısı bir yerə diyabları. Burada daha çox mənə vururlar. Çox vaxt. O partiyacaq qaç. Bir dənə belə qoyaq. Nətər dəymədi heç birinə. Bir dənə belə qəşəng yaşıla vurdum. O da mənə vurdu. Sarı vurdu ya məni. Mənə sarı vurdu. Bir dənə belə vuraq olmadı. Qəşəng vurdum bunu. Bir dənə belə. Bir dənə də belə. Bir dənə gəlsin dəysin o. Birinə qəşəng mənə vuramadı. Yaşılı vurdum. Ayda mənə deyirdi. Şükür Allah ki orada taxt var. Ayda öz vurduğum özümə dəydi. Can. Can ver mənə. Qəşəng. Canlar yoxdur. Ayda vuramadım. Bir dənə belə. Ayda vuramıram. Niyə vuramıram? Kasoyluğum düşür. Qoy yəni açın bu taxtaları buradan. Mənə vurmaq istəyirsiniz, siz. Bax, o öldü. Qaldı bir dənə mavi. Canı çox azdı mavinin. Ayda o məni vurdu. Sən gözlə. Sən idin mənə vuran. Qəşəng. Yenə bu. Mən qəşəng deyirəm, reklam girir oradan. Malını oxuyur. Və qalib gəldiyi mavini də tutduq. Birinci kim öldü? Birinci sarı ölməlidir. Sarı ölsə 11 xal dayıq. 2 xal mavidir. 3 xal. Daha doğrusu 4 xal yaşıl. 9 xaldakı sarıda hal-hazırda liderik biz. Burada vahşi batı oyunu oynayırıq. Bu oyunu da çox yaxşı oynayıram. Yəni mən sevdiyim oyunlarda yaxşı oynayıram. Vahşi batıda birinci yaşlı vurdular. Mavini vuracağım mən. Qəşəng mavi sarını vurdu. Mən də mavini vurdum. Qəşəng. Əslində mən hamısını 1v3 atmağı fikirləşirdim. Lakin daha gördüm hamı bir-birini vurur. Mən də dayandım. 14 xal mənəm. 4 xal mavidir. 4 xal yaşıldır və 10 xal da sarıdır. İnşallah ki qalib olacaq. İndi balıq tutma oyunundayıq. Burada ehtiyatlı oynamaq lazımdır. Çünki hər an bu gördüyünüz nədir bunun adı? Adı yadımdan çıxdı. Aftapod. Aftapoda erişsəz sizin balıq balıq tutanınız. Bütün balıqlar puç olur. Gördüyünüz kimi baxın məndə erişdi. Sizə misal göstərmək üçün onu elə elədim. Bir daha bu balıqları götürüm. Hamısını birdən götürdüm. Bir dənə ora balıq atdım. Götürdüm və orada yenə qalib gəldim. Aradasa 10 neçə balığım var idi. Baxın bir dənə 12 balıqla birinci oldum yenə də. Yəni bu oyunlarda mən uda bilən çox da adam tanımıram. Mən kimlə oynamışamsa udmuşam. 17 xal mənəm, 4 xal mavidir, 5 xal yaşıldır və 12 xal da sarıdır. Birinci oyunlardan başlayıram, sonra tutorial eləyəcəm indi. Bu oyun da çox maraqlıdır. Bir dəqiqə, birinci mavi mənə vurdu. Gözləsən mavi. Birinci bir dəqiqə boş atış vururam. Həmişə mən eləyəcəm. Sonra bir dənə ayda tutuzduramadım.
Mən niyə tutuzduramıram Kasso kimi? Bir canım var. Ayda yine tutuzduranmadım. Həmişə yaxşı tutuzdurardım. İndi də mavi olan kimi mavi tutuzdurdum. Sarı mənə vurma. Sarı mənə vurma. Ayda bu təkrar oynadaram ki, brat. Özünüz də bilirsiniz ki, təkrar oynadaram. Ayda sarı sən külləvə mən nə deyim? Sən külləvə görə mavi tanka vuranmadım. Kassoylıq eləməsin. Qəşəsin sarı. Sarıya bir dənə mən vurum. Bir dənə də buna vurum. Bir dənə də buna vurum. Bu kartadan silindi. Bir dənə onun canı var. Bir canı var və onu da vurdum. 1 vs 3. Üçünü də apardım. Yaşlı da, sarını da və mavini də. Və 20 xalam. 9 xal mavidir. 6 xal. Bir dəqiqə 6'dır. 9 yoxsa 6'dır. Bilməm. Deyəsən 9'dur mavi. 6 xal. Sarıdır. 12 xal da. Şeydir. Nədir onun adı? Nəsə indi oldu belə. Burada məqsəd odur ki, kim gol vurdu, o qalib gəlir. Kim 5 gol vurdu, o qalib gəlir. Ona görə qapımızı da yaxşı qorumalıyıq deyərkən, yəni qəşəng qolum girdi bir dənəsi. Ayda onu niyə buraxdın Hüseyin? Qəşəng bir qolum da girdi. Bir gol tuttum. Bir golu tuttum. Bir golu vurdum. Bir golu tuttum. Bir golu vurdum. İki gol ve tembel tuttunuz. Bravo hemen ne diyeyim. Ben yine galip geldim. Hamısını 1-1, yani hamısı mənə nişanlamışlar. Hamısı 1-1 mənə vuruldu. Lakin udmağa bacararaq 23 xal aldım. 7 xal mavidir, 8 xal yaşıldır, 13 xal sarıdır. Yəni bəyə var orada. Səhv demişəm. Ayda. Bax bu oyun çox qəşəng oyundur. Mənə vurma. Burada bilmərsən. Bir dənə bunu uçurtdum. Sarını uçurtdum kartadan. Bir dənə bunu əzəm. Bir dənə də əzəm. Bir dənə də əzəm. Bir dənə də əzəm. Ayda. Toxundu bir-birimizə. Qəşəng qorudum onu özümü. Yine qorudum. Bir dənə əzdim. Bax orada mənim əzmə taktikam var. Ayda əzdim çaşıb. Göndərdim. Dəydi toxundu ona. Bir dəfə də toxundu. Ay get də bayra brat. Ayda neyinirsən sen? Ayda hakikaten hak elirdi. Mənim səhvim idi. Mən o boyda əlimdəki qarı saxladım və göndərdim bayra. Və 2 xal aldım. Heç olmaz 25 xal məndə, 7 xal mavidə, 11 xal yaşılda və 14 xal sarıda. Və kubokun qalibi mən oluram. Geri döndüm, 25 xal aldım. Və 9 oyunda 25 xal alaraq çempion oldum. Və o zaman ki, bir dənə tez bir şəkildə sizə oyunu tam izah eləməyə. Burada gördüyünüz maceradan səviyyə seçirsiniz və burada irəliləyib çempion ola bilirsiniz. Hızlı oynadığınız bir dənə oyunu seçib tez bir şəkildə oynayabilirsiniz. Şampiyonluq dediyimi bəyalar sizə oynadığım mağaza. Baxın, ən yaxşı özəlliklərdən biri. Məsələn, gördüyünüz kimi bu Hüseyndir. Qırmızı şeyin adı bu Hüseyndir. Burada gəlib player'ın adı dəyişir. Məsələn, qoya bilərsiniz. Zeynal, məsəl üçün Zeynal. Yəni gördüyünüz kimi bunu etmək olur və yaxud da bunu rəngini götürüb sarı eləyə bilərsiniz, mavi eləyə bilərsiniz. Sarı eləsəniz 4-cü player mavi olacaq, 2-ci player'ın ismi Zeynal olacaq. Və yaxud da gedib hansısa bir rəngi alıb onları məsəl üçün göstərmək amaçlı birdən çaşıb alaram. Yəni məsələn kalsium rəngdə ola bilər. Burada istədiyiniz şəkildə ola bilər. Maşın dediyiniz gördüyünüz kimi, yəni baxın belə maşınlar var. Yəni mən burada ən tövsiyə etdiyim maşın təbii ki də Lamborghini'dir. Yəni buna bir dənə baxmaq istəyirəm. Buna baxmaq. Lamborghini baxmağa da qoyurlar. Nəysə gördüyünüz kimi yəni belə göstərir. Burada isə belə göstərir. Üstündə adam çıxır.
Burada isə ən tövsiyə etdiyim tank, mənim ən tövsiyə etdiyim tank təbii ki də bu tankdır. Çox gözəl tankdır, həm puluna görə, həm də özü ümumiyyətlə çox gözəldir. Şapka, dediyimiz belə şapkalar ala bilərsiniz. Gördüyünüz kimi bunun yəni rəngi asılılığı var. Yəni burada məsələn mavi rəngə yaraşır, yaşıl rəngə yaraşır, sarı rəngə də yaraşır. Lakin qırmızı rəngə heç də yaraşmır, yəni gördüyünüz kimi. Və yaxud da belə bir şey ala bilərsiniz. Ayda, almışam onu zaten ona görə. Belə bir şey ala bilərsiniz. Yəni istədiyiniz bir şey ala bilərsiniz. Hətta bu mişqa məncə yəni gördüyünüz kimi buradan istədiyinizi ala bilərsiniz. Effektlərdə də mən bunun hamısına seçim qoy hamısının dalına Stitch Command Party çıxsın. Mənim özümündən də dalında Stitch Command Party çıxır. Və yaxud da istəsəm gedib bax bu ögə belə, yəni arxamdan belə bir şey çıxmanı istəyirəmsə, bunu da ala bilərəm. Və bəli dostlar, mağazanı belə izah edim. Ayarlardakı, yəni burada sağlaq, solaq düzəldə bilərsiniz. Mən solaq işlədirəm. Buradan baxın, səsini alıb verə bilərsiniz. Butonların səsini alıb verə bilərsiniz. Gündəlik burada səviyyəniz olur. Bir dənə gözünün reklam atlansın. Ayda reklam atlayırsan yine reklam gəlir. Yəni bu arada bu oyun internetsizdir. Bundan qabaqki paylaşdığım Dırdreving oyunu da internetsizdir. Yəni bunu nəzərinizə salın. Bəli dostlar, belə idi. Yəni Stitch Command Party oyunumuzun incələməsi və oynanışı da belə idi. Belə videoya davam üçün videoya like atıb kanalıma da abunə olmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın. Bir sonraki videolarda görüşənə qədər.